Ümumiyyətlə fəaliyyətin neçə növü var? Məsələn, Fəaliyyətin birini mən deyirəm. Əmək fəaliyyəti. əməkdir, oyundur, Aha, bədii fəaliyyətdir, ünsiyyət aha, fəaliyyəti, aha. idraqdır. Düzdür. Təlim deyə idrak fəaliyyəti də var, amma təlim gedir. Əşəri manipulyasiya fəaliyyət gedir. Məndən Əşya 1-2 yaşında erkən yaş dövrü neçə yaş əhatə edir? Bir də məktəbə qədər yaş dövrü neçə yaş əhatə edir? məktəbə qədər yaş dövrü 1-6 yaş əhatə eləyir. 1-6 zamanlanır. Hə. 3 6 deyil. 3-6. Erkən yaş dövrü 3-6 belə deyək də məktəbə qədər yaş dövrü var. Bir də erkən yaş dövrü. Erkən yaş dövrü 1-3 yaşdır. Məktəbə qədər yaş dövrü 3-6 yaş. 3-6 yaş. Bunu mən sizə izah eləmişdim. Məktəbə qədər təhsil dövrü 3-6 yaş, erkən yaş dövrü isə 1-3 yaş əhatə edir. 1-3 yaşlı əhatə edəndə ən çox hansı fəaliyyətlər özünü biruzə verir? Məsələn, birində Manipulyasiv fəaliyyətdir, oyun fəaliyyəti, ünsiyyət qurulmasıdır. Daha çox ünsiyyətdir, əməkdaşlıqdır, bədii bircə fəaliyyətdir, fəaliyyətdir, özünə xidmətdir, məişət əşyalarıdır, təlim musiqi, fəaliyyəti. qavraması məqsədi, hərəki fəallıq. Bax, yadda saxlayın, hərəki fəallıq da 1-3 yaşlı uşaqlara aiddir. Hərəki fəal. Bəzən o sahələr deyirlər ki, fəaliyyətin ardıcıllığını müəyyən edin, hansı yaş qrupa aid olduğunu deyir. Hərəki fəallıqdır, əşyari manipulyasiv fəaliyyətdir, ünsiyyət fəaliyyətidir. Oyundur, təlim fəaliyyəti, əmək, bədii fəaliyyətlər var. Necə bədii fəaliyyət var? Məsələn, musiqi, nağıl, şeirin qavramaq məqsədi ilə istifadə olunan fəaliyyət, özünə xidmət, əməyə, məişəyə aid olan fəaliyyət, böyüklərin rəhbərliyi altında bircə fəaliyyət. Bax, bircə fəaliyyətdə 1-3 yaşlı. Yəni, erkən, məktəbə qədər yaşlı. Müəllimin köməyi gedir də orada müəllimə. Müəllimin nəzarət altında. Müəllimin üçün düzdür. Bəs məktəbə qədər təhsil dövrünün 3-6 yaş dedik. 3-6 yaşdan fəaliyyətlər hansılardır saya bilərsiniz? Orada özü keçir idrak praktiki fəaliyyətə, əşya manipulyasiv fəaliyyətdən keçir idraka. Qalan ünsiyyət fəaliyyəti yerində olur, oyun, əmək, bədii fəaliyyət, təlim fəaliyyəti. Bu 3-4 yaş. 3-6, 4 deməyək, 3-6 yaşdır. Məsələn, elementar tədqiqatçılıq var. Elementar yaradıcılıq fəaliyyəti var. Təsviri fəaliyyət var, musiqi var, hərəki fəallıq var, oyundur, ünsiyyətdir, bədii nümunələrin dərk etməsini təşkil edən fəaliyyət 3-6 yaş arasındadır. Və hərəki fəallıq 3-6 yaşlı uşaqlarda da var, 1-3 yaşlı uşaqlarda da var. Ortaq olan xüsusiyyətlər, əmək fəaliyyəti 3-6 yaşlı uşaqlarda da var, 1-3 yaşlıda da var. Sonra oyun da var, 3-6-da var. Amma elementar tədqiqatçılıq fəaliyyəti, elementar deyəndə, elementar fəaliyyət 4-5 yaş. 4-5 yaş, 5-6 yaşı əhatə edir. Müəllimə, mənə deyin görüm, məktəbə qədər təhsil müəssisəsində fəaliyyət uşaqların yaş mərhələsinə uyğun təşkil edilir, yoxsa ümumi təşkil olunur? Yaş mərhələlərinə olur. Yaş mərhələlərini, yəni 1-2 yaş, 2-3 yaş, 3-4 yaş, 4-5, 5-6 yaş. Müəllimə, 1-2 yaşda belə deyək də, fəaliyyət ən çox nə üzrə aparılır? 1-2 yaşda ən çox əşya manipulyasiv fəaliyyət aparılır. Bəli, bu dövrdə aparıcı fəaliyyət, deyirik, uşaq şəxsiyyətinin formalaşması böyük əhəmiyyət kəsb etdiyi üçün daha çox əşyari manipulyasiv fəaliyyət, aparıcı fəaliyyət kimi öndə olur. Eyni vaxtda müəllimə nitqində, nitq mənimsəmə prosesi də baş verir. Məsələn, 1 yaşına qədər uşaq nə qədər söz bilir? Məsələn, 20-30, 10-20 bəlkə. Amma 1-2 yaşda nə qədər bilir? 1-2 yaşda 300, 400. 1-2 yaşda 200, 200-ə, 1200 belə deyək də, 1 yaşında, 1-2 yaşında artıq 250, 300-dən çox, 2-3 yaşında 1200, 1300 söz bilir.
Artıq Artıq da sözləri özü güclü, yüksək artıq sürətlə. sözləri cümlələrə çevirir də, düzdürmü? Sözləri artıq cümləyə çevirir. Məsələn, 1-2 yaşında uşaq daha çox ünsiyyət zamanı deyil, 300-ə yaxın söz bilir. Yəni 250-300, belə deyək. Bir də müəllimə, burada əsas nədir? Dedik, əşya manipulyasiya fəaliyyətdir, perseptual hissi qavrayışdır, sonra uşaq hərəkəti nitq imkanlarını nəzərə almaqdır, idraç fəallığı da təşkil edir. Əşya fəaliyyətin aparıcı fəaliyyət kimi mənimsənilməsinə və uşaqların belə deyək, diqqət, ətraf mühitdəki əşyalara cəlb olunması daha çox inkişaf edir. Belə deyim ki, daha çox diqqət deyəndə qeyri-ixtiyari diqqət daha çox burada formalaşır. Yəni uşaqlar tam diqqətə adaptasiya ola bilmirlər. Qeyri-ixtiyari idraçda İki qrupa bölünür də müəllimə. İxtiyari diqqət, qeyri-ixtiyari diqqət. Qeyri-ixtiyari diqqət kiçik yaş qruplarındadır. Qeyri-ixtiyari diqqət. İxtiyari diqqət, ixtiyari diqqət də deyirik böyük qruplarda formalaşır. Ünsiyyət deyəndə onun daha çox nitqdə təqdim etmə bacarığı, yəni lüğət ehtiyacı 300-ə yaxın söz əhatə edir, belə deyək. Və uşağa ünsiyyət yollarını göstərmək, təkrarlamağa həvəsləndirmək, onları ünsiyyətlə daha çox belə deyək də, maraq, müsbət emosiyalar yaradır. Bir də oyun fəaliyyətidir. Ümumiyyətlə, fəaliyyətdə aparıcı fəaliyyətlərdən içində ən çox hansıdır? Belə deyək, oyun fəaliyyəti. Bəli, ən çox oyundur. Ümumiyyətlə, yaşlılar arasında, məktəbə qədər belə deyək, təhsil müəssisəsində aparıcı fəaliyyətsizdən soruşsalar oyundur. Oyun fəaliyyəti bu dövrdə müstəqil fəaliyyət kimi təşkil olunur. Oyuncaqlarla oynamaq, sensor hərəki fəallıq, şən əhval-ruhiyyə yaratmaq təqdim olunmasıdır. Sevimlilik, belə də üstünlük təşkil edir. Oyun prosesində uşaqların lüğət hərəki fəaliyyəti, söz hesablama da neyini zənginləşir. Uşaqlar oyun fəaliyyətində nitqi də yaxşı inkişaf edir, belə demək olar. Bir də əmək fəaliyyəti var. Nə var müəllimə? Əmək fəaliyyəti deyəndə nə nəzərdə tutursan? Məsələn, 1-2 yaşlı uşaqlarda əmək necə aparıla bilər? Əmək fəaliyyəti uşaqlarda şeydə, məsələn, oyuncaqları tökürlər, gəl kömək eləyək, oyuncaqları yığaq. Bu əmək fəaliyyəti gedir 1-2 yaşında. Məsələn, əmək özünə xidmət deyirik. Məsələn, nə başa düşürsən özünə xidmət 1-2 yaşlı uşaqda? Paltarına kömək eləyirik geyinməyə, ayaqqabılarını tanıyır, düzəldir. Tanıyır, ayaqqabısını tanıyır, çantasını tanıyır. Deyirsən ki, məsələn, ayaqqabının hansıdır? Əşyalarını çantasına yığır. Bəli, tanıyır. Elə oyuncağını da tanıyır. Deyirsən ki, məsələn, əli oyuncağı gətir, qoyaq sumkava. Müəllimənin köməyi ilə oyuncağını gətirirsə, bunun özünə xidmət əməyi kimi gedir. Bir də bədii fəaliyyət. Bəs bədii fəaliyyət deyəndə nə başa düşürük? Bədii fəaliyyətdə 1-2 yaşdadır da, elə müəllimə? Bəli, vardır bədii fəaliyyət. Daha çox təxəyyüllə, təfəkkürlə, ünsiyyət bacarıqları ilə deyirik. Yəni, digər insanlarla qəbul olmağın, belə deyək. Böyükləri təbliğ etməklə, həvəsləndirilməsi. Ətrafda geyimlə, gözəlliklə. Məsələn, balaca uşaqlar da geyinir, deyirsən, nə gözəl geyinibsən. Uşaq istər-istəməz neyinir? Sevinir. Sevinir də. Mən hamıdan qəşəng don geyinmişəm. Gözəllik. Bir də, məsələn, o 1-2 yaşda başlayır bədii fəaliyyətdə nənəni, babanı təqlib eləyirlər də, baxırlar. O nənə nə eləyirsə, onu təkrarlayır. Oca olur bədii fəaliyyət. Düzdür. Həyatının 2-ci ilində isə uşağın oyun məşğələsi daha çox təlimdir. Təlim də 1-2 yaşda vardır ki, əldə edilmiş bilik bacarıq daha çox möhkəmlənir. Yaradıcı qabiliyyəti inkişaf etdirir, əşyalar vasitəsilə böyükdür, kiçikdir, öyrənir. Bu da davranışla bağlı vərdişlərin aşılanması da var. Onlar olmaz, davranışda olur, onlar olmaz, sağ ol. Sağ ol, döyüşlərin nitqini dinləməsi, sadə sualların olunması və onlar olmaz sözlərin başa düşməsi, nail olması da var.
Mənimlə indi gəldik 2-3 yaşlılara. 2-3 yaşlılarda əşya manipulyatı fəaliyyət var. Var. Bəli, vardır. Ətrafda sosial, belə deyək, tanışlıq, davranış, oyuncaqlar, həvəsləndirmək, perseptik fəaliyyətlə formalaşır. Ünsiyyət var müəllimə? Var, ünsiyyət də var müəllimə. Ünsiyyət də var. Hətta belə deyək ki, məsələn, bu nədir, nə vaxtdır, hardadır, daha çox sual formalaşır. Uşaq gedir, gəlir, nə üçündür, nədir, təkrar suallar verir, müəllimə isə onu belə deyək, bezmədən suallarını evdə müəllim olsun, valideyn olsun, suallarını cavablandırmalıdır uşağın. Uşaq 50 dəfə sual versə də 50-sini də cavab. Çünki uşağın bu dövrdə daha çox ünsiyyətinin qurmağı öyrənir də, belə deyək, qarşılıqlı əlaqə saxlamaq vacibdir. Çünki uşağı dindirməsən, uşaq özünə qapanıq böyüyər. 3 yaşında uşaq daha çox suallar verir. Nədir, nə vaxtdır, haradır, nə üçün suallarını cavab verməyə daha çox çalışır. Biraz çətin şeydir müəllimə bu. Yəni gərək bunu təkrar neçə dəfə üstündən gedək ki, bu adamın beynində qalsın. Təkrar deyəndə, məsələn, sual-cavab eləyirik, özümüzdə izah verir. Dərsin faydını qoyun, dəfələrlə qulaq asın. Sonra görəsiniz ki, eyni dərsləri bilirsiniz. Sonra yenə 2-3 yaşlı uşaqlarda oyundur, oyun fəaliyyəti formalaşır. Belə deyək, fərdi oyunlardan bircə oyuna keçid. Axı biz 1-2 yaşlı uşaqlar daha çox fərdi oyun, təklikli oyun oynayır. Tək oyunlar, paralel oyunlar, düzdür. Hətta dedik ki, müəllimələr, əməkdaşlıq oyununa keçir. Hansı inkişaf sahəsidir ki, burada belə deyək, tolerantlıq, dözümlük nümayiş etdirilmiş eləmədiyi üçün körpələr qrupunda yoxdur. Yoxdur. Sosial inkişaf yoxdur. Sosial, emosional inkişaf. Düzdür. O sosial emosional 1-2 yaşlı uşaqlarda tolerantlıq, dözüm. Çünki o təhlikdə oyun oynayır. Heç kimlə ünsiyyət qurmaq istəmir. Sosiallaşmaq istəmir. Ona görə də təhlikdə 1-2 yaşlı uşaqlara biz daha çox deyirik Amma 2-3 yaşlı uşaqlar təhlikdə oyundan bircə oyuna keçid edir. Müxtəlif oyun növlərini mənimsəyir, yardım etmə anlayışı olur. Sonra belə deyək də, oyun fəaliyyəti formalaşır, digərlərinin əşyalarını belə deyək, istifadə üsullarından öyrənirlər. Yəni, digərlərinin əşyalarına da toxunurlar, öyrənirlər. Paralel oyuna keçir də mənim orada. Təklikdə oyundan paralel. Biz paralel oyun deyik ki, biz deyirdik paralel oyun 2-4 yaşa aid edir. Əməkdaşlıq oyunu 3-4 yaşa aid edir. Demək, paralel oyundan bəli, əməkdaşlıq oyununa, kooperativlik oyununa keçid edir. Bəs təlim var idi müəllimə 2-3 yaşlı uşaqlarda? Bəli, var, təlim var. Bəli, erkən yaş dövründə təlim də oyun məşğələ formasında keçirilməsi daha çox məqsədə uyğundur. Oyun məşğələləri uşağın vaxtını, belə deyək, əhəngdar inkişafına kömək edir və belə deyək, istiqamət verir. Sensor inkişaf, bircə oyun, təlim, əşya, forma, ölçü, az, çox anlayışlarını mənimsədir. 2-3 elementara görə əşyanı qruplaşdırmaq da vardır. Bir də mənimlə burada əmək fəaliyyəti var. Əmək fəaliyyəti 2 istiqamətdə aparılır 2-3 yaşlı uşaqlarda. Özünə xidmət əməyi, bir də məişət təsərrüfatı. Artıq biz özünə xidmət əməyini biz dedik körpələr qrupunda var. 1-2 yaşda var. Yəni, məsələn, ayaqqabısını gətirir və ya da əşyasını tanıyır, ona məxsusdur. Amma özünə xidmət əməyi burada artıq müstəqil, səliqəli yemək, soyunmaq, geyinmək, yuyunmaq kimi bacarıqların aşılanması və belə deyək, təmizlik, gigiyena qaydalarına əməl etməyi uşaqlar daha çox öyrənirlər 2-3 yaşında. Bunu yadda saxlayaq. Bu da özünə xidmət əməyi. Bəs məişət təsərrüfat əməyi deyilişlərinə başa düşürük. Məsələn, yeməyi yeyir, yemək yeyəndən sonra... Böyüklərə kömək etmək. Böyüklərə kömək, nahar vaxtı böyüklərə kömək edir. Müəyyən, məsələn, stolun üstünə çəngəli, qaşığı və ya da çəngəl deməyək, çəngəl 4 yaşında, 5 yaşında uşaqlara verilir. Qaşıqdır, boşqabdır, stolun üstə gətirmək, kömək eləmək məqsədi ilə bircə əmək fəaliyyəti olur burada.
Bədii fəaliyyət də var burada. Bədiilik deyəndə estetik zövq, yenə incəsənət əsərləri, zövqlü musiqi duyumudur, gözəl səliqəlilikdir, məsələn, geyimdir, gördüyünü qavraması daha çox inkişaf etməsindən asılıdır ki, belə deyək ki, məsələn, 2-3 yaşlı uşaqlar məsələn səliqəli məsələn süfrə hazırlayırlar. Qıraqdan baxırsan estetiklik var, gözəllik var. Mədəni davranışla qarşılıqlı münasibətin aşılanması dedikdə salamlaşmaq, xudahafizləşmək, sağ ol, təşəkkür kimi sözlər mədəni davranış. Davranışla bağlı səriştə hansı səriştə idi müəllimə? Mədəni davranış. Şəxsi sosial məsuliyyət. Bəli, sizə belə verək ki, şəxsi sosial məsuliyyətlə bağlı davranış nə ilə bağlıdır? Elə hansı səriştədir? Mədəni davranışla bağlı aid olan səriştəyə. Belə deyək, səriştə şəxsi sosial məsuliyyətdir, səriştə olaraq davranış isə şəxsi sosial məsuliyyətə aiddir. Sağlamlaşmaq, xudahafizləşmək, xahiş etmək, təşəkkür etmək, sonra yaşlıların əhatəsində olan öz bacarığını güzəştə etmək, kömək etmək arzusunu təsir göstərir. Müəllimə, bəs sensor tərbiyə dedikdə nə başa düşürük? Sensor tərbiyə, sensor üzərində müxtəlif təcrübələr aparmaqdır da müəllimə. Düzdür, sensor tərbiyə təcrübələr edir, müxtəlif fəaliyyət növlərində, rəngini, formasını nəzər. Sensor tərbiyəni elmə kim gətirmişdi? Sensor tərbiyəni Montessori. Sensor etalonunda Zaporoç. Sensor tərbiyədir, sensor tərbiyəni Uşinski gətiribdir. Montessori sənaqlarda. Sensor mədəniyyət deyəndə, sensor mədəniyyət Montessoriyə aiddir. Sensor etalon Zaprovskiyə aiddir. İndi gəldik 3-4 yaşlı uşaqların fəaliyyəti. Burada digərlərindən fərqli olaraq idraki praktiki fəaliyyət var. 3-4 yaşlı uşaqlarda. Bizə sual verir ki, idraki praktik fəaliyyət hansı yaşdan əhatə edir? Deyirik 3-4 yaş, yəni orta qrupdan başlayır. Burada daha çox yenə əşəri manipulyattiv fəaliyyət artıq idraki praktik fəaliyyətlə əvəzlənir. Uşaq 3 yaş böhranından çıxmaq ərəfəsi olur. Suallar nə, kim, nəyə, hara kimi təmin olunur. Dialoji nitq formalaşır, yadda saxlayın. İdraki praktik fəaliyyətdə dialoji nitq formalaşır. 3 yaş böhranından çıxmaq olur. Suallar kimlə, niyə, harada suallar, perseptual hissi qavrayış formalaşır. Praktiki təhlil, tərkib, əyani əməlli üsullardan məsələlərin həllinin dinlənməsi, müstəqillik, şifahi nitq kimi sensitiv həssaslıq dövründə, elə sensitiv dövr, həssaslıq dövründə deyirik ki, 3-4 yaşlı uşaqlarda olur, özdə idraki praktik dövr. Ünsiyyətlə bağlı gələndə, müəllimə, artıq burada ilkin kommunikativ bacarıqlar formalaşır. Verbal, qeyri-verbal ünsiyyətdən istifadə, böyüklərin köməyi ilə qurulması, salamlaşmaq, göz təmas qurmaq. Artıq verbal, qeyri-verbal ünsiyyət soruşsa, bilin ki, bu orta qrupdan formalaşır. Görün müəllimə, orta qrupdan çox nüanslar formalaşır. Mən orta qrupdadır. Yəni əməli orta qrupda gedir, yoxsa kiçik? Körpələr qrupunda. Əyani obrazlı təfəkkür. Əyani obrazlı təfəkkür. Əyani əməli təfəkkür 1-3 yaş əhatə edir. 3-5 yaşı da 3-4 yaşı da əyani obrazlı. Düzdür. Mədəniyyət ünsiyyəti, ilkin kommunikativ bacarığın desə soruşmaq, verbal, qeyri-verbal vasitələrdən istifadə etmək o 3-4 yaşda aiddir. Dialoji nitqin formalaşması, yəni dialoji nitq, monoloji nitq körpələr qrupunda var. Yəni müəllimə məsələn monoloji nitqdə danışır, uşaqlar qulaq asır. Dialoji nitq ancaq orta qrupdan daha çox formalaşır.
Sonra bədii fəaliyyət də var. Burada uşağın estetik, bədii inkişafı, incəsənəti formalaşır və salam. Dedik, böyük qruplarda da bir də elementar təlim fəaliyyəti artıqdır. İdraç fəaliyyəti böyük qrupda analogiya, fikir yürütmək, təhlil, müqayisə etmək, nəticə çıxarmaq, izah etmək, şərh etmək, ətraf aləmdə başqa insanları özünə qarşı maraq meylini, istəyi sütunlaşdırmaq. Bunların hamısı orta qrupda deyirik nədir? Belə böyük qrupun idraç fəallığında formalaşır. Uşağın belə deyək, diqqətini bir yerə cəmləmək, diqqətin davamlığı, sonra qeyri-ixtiyari idraç fəallığında qeyri-ixtiyarın keçirilməsi, bunların hamısı müəllimə gəlir böyük qrupa. Yeniliyin öyrənilməsi, belə deyək də, sevinç duymaq imkanları, bu da idraçla bağlıdır. Sonra əxlaqi hisslərin aşılanması, vətənpərvərlik, kollektivizm, etibarlılıq, şəxsiyyətlər arası münasibət, bu da ünsiyyətlə bağlı olur. Böyük qrupda daha çox formalaşır. Oyuncaqların bölüşdürülməsi, oyunların təşkili, bunların hamısı. Birgə fəaliyyət, hətta deyim ki, birgə fəaliyyət böyük qrupda geniş anlayışdır. Yəni, uşağın meyl marağını müəyyən etmək, bədii, musiqi, səhnələşdirmə, dəstəkləmək elə birgə fəaliyyətdədir. Estetik hisslərin oyadılması, digərlərin obrazlarına fikir, belə deyək, incəsənət əsərlərini fərqləndirmək, bədii ifadə vasitələrinə şəraitin yaradılması birgə fəaliyyətdədir. 4-5 yaşlı dedik qruplarda elementar fəaliyyət daha çox davranış normalarının mənimsənilməsi nəzərə almaqla belə deyim, izah olunur. Nitqi müşahidəti, məsələ həlli, tanışlıq, fəaliyyət, idraç motivləri, idraç maraqlarının formalaşması elementar təlim fəaliyyətinə aiddir. 5-6 yaşda da yenə idraçı praktik fəaliyyət var, oyun var, əmək var, elementar təlim fəaliyyəti var, bədii yaradıcılıq fəaliyyəti var. Artıq burada idraçda yaddaş daha çox belə deyək, növlərindən asılı olmayaraq uğurlu yaddaş olur. Diqqət, ixtiyari diqqət olur. Sensor atalon daha çox təqdim olunur. Sonra, necə deyim, müşahidə, yaradıcılıq, təxəyyül, müqayisə etmə, ümumiləşdirmə, təsnif etmə bacarığı inkişaf edir. Daha çox. Ünsiyyət də artıq həll olunmaz. Yox. Sonra, oyun fəaliyyətində də marağı burada davamlı, uzun müddətli rollu oyunlar, puzzlelar, didaktik oyunlar şərait yaranır. Birgə fərdi fəaliyyət də daha çox inkişaf edir. Elementar təlim fəaliyyətində də burada yenə belə deyək, məsələlər həlli üsulları ilə tanış, müxtəlif axtarıcılıq bacarığı, ilkin təlim bacarıqları formalaşır. Başqa burada heç nə yoxdur. Davranışla bağlı fəallığın uyğunlaşması da formalaşır. Təlimlər budur.